Azərbaycanlı həyat yoldaşına görə ailəsini tərk etdi. Sevgisiyle onun gözlərinə şəfqət olan Alman qız Erika Hampel'den size danışacağım. 22 yıl yarım yaşadık. Onu ben kolumda dolandırdım. Hiç kime ben koymadım. O ona yaxınlaşdı. 1947-ci ildə Alman ailəsinə dünyaya göz açan Erika ağlına da gəlməzdi ki, nə vaxtsa düşmən əskərini xilas edəcək. Həm də onun bu xilaskarlığı təkcə sıradan bir humanizm yox, yeni bir ailənin təməlinin qoyulması nəticələnəcək. Hər şey Almanların SSR hücumundan sonra başlayıb. Həmin vaxt Azərbaycandan Sovet ordusu sıralarını cəhbəyə yollanan Əhəd Əliyev isə bir neçə il həm kəşfiyyatçı, həm də partizan kimi döyüşüb. Əhəd Əliyev 1944-cü ildə döyüşlərin birində minaya düşərək hər iki gözünü itirib. Hətta deyilənlərə görə Əhədə ağır işgəncələr verən nasistlər onu ağır yaralayaraq xəstəxanaların birinin ölü damına atıblar. Həmin vaxt xəstəxanada çalışan Erika Hampel Əhədin bədənində qan içində olduğunu gördüyündən ona yardım göstərməyə başlayıb. Biz birbirimizi çok sevdik. O bensiz kalamırdı. Ben onun yanına gitmeyende bağrı çatlıydı. Elə vaxt var, ben Çeçasmena gidedim. Tunus'ta evde işim olurdu ya, deniz alırdım, gitmedim. Elə giyinib beni gözləyirdi. Əslən Alman milliyyətindən olan qadın Alman zabitlərin dərmanları vasitəsilə Əhəd Əliyevi gizli şəkildə müalicə etməyə başlayıb. Alman dilini sərbəst danışa bilən Əhəd Erikaya öz həyatı barədə söhbət açıb. Bütün bunlar Əhədin Alman əsilli qadının ürəyinə yol tapmasına səbəb olub. Xəstəxanada bir-birlərinə vurulan, ailə quracaqları barədə and içən gənclər Azərbaycana, daha dəqiq desə Naxçıvana birlikdə qayıdıblar. Onlar Naxçıvanda böyük təntənə ilə alqış sədaları altında qarşılanıb. İki gözü eləsə yara, biri tökülmüşdü, biri də yaralanmışdı. Sonra onu kəsdilər. Əhəd Əliyev 1970-ci ildə 17 oktyabr tarixində 49 yaşında ürək xəstəliyindən vəfat edib. Bundan sonra Erikaya dəfələrlə evlilik təklifi gəlsə də o razılaşmayıb. Əhəd kimi kişiyle sonra adam aracıda. Bunun bizde bir şey yoktu. Öyle adam ayrı kişi gelip bunun balansını da yatardı. Yok öyle şey yoktu. Öyle şey yoktu. Onların bu evlilikdən 3 övladları dünyaya gəlib. Hətta dəfələrlə Erikaya geri qayıtmaq şansı yaralansa da o Əhədi yarı yolda qoymayıb. 1975-ci ildə qələbənin 30 ili münasibəti ilə yazdığı məktubdan sonra o Çexoslovakiya getməsinə razılıq verilir. Belə ki, onun səfəri ata-anasının ölümü ilə üst-üstə düşür. Ömrünün sonuna kimi dünya yaşama məhrum olan Əhəd sevdiyi qadın Erikanı görməmişdi. Erika xanımın şəfqətli əlləri, böyük ürəyi Əhədin fiziki qüsurunu gizlədə bilmişdi. 2007-ci ildə isə onun haqqında Səhra Gülü adlı film çəkilib. Filmin rejissoru isə Tahir Tahiroviçdir. 2016-cı ildə isə Erika xanım Naxçıvanda vəfat edib. Onların bir övladı isə Vətən uğrunda döyüşlərdə şəhid olub.